səqifədə İmam Əleyhisselamın bu dini haqqı əlindən alınanda bir növ nə elədilər? Bunlar cəmiyyəti başqa tərəfə istiqamətləndirdilər. Peyğəmbər müsəlmanları elə bir həddə yetişdirmişdi ki, bunlara aşılamışdı ki, bu ilahi bir vəzifədir. Allah tərəfindən seçilib və ondan sonra da bunun davamı da gərək Allah tərəfindən seçilər. Amma bu səqifədə İmam Əleyhisselamın bu dini haqqı əlindən alınanda bir növ nə elədilər? Bunlar cəmiyyəti ilahi tərəfə o istiqamətləndirilən, o Peyğəmbər istiqamətləndirmişdi. Onu başqa tərəfə istiqamətləndirdilər. Hansı tərəfə istiqamətləndirdi? Onlar istiqamətləndirdilər. Məsələn, xəlifəli dünyəvi mənada da, yəni nə ilahi xəlifə. Bu tərəfə yönəltdilər. Və Həzrəti Zəhra da burada vəzifə bildi ki, nə etsin ön plana keçsin və ön plana keçməyini artıq nübüvvət zamanındakı Həzrəti Zəhra ilə imamət zamanındakı Həzrəti Zəhra fərq edir. Yəni, bu da artıq süqut eləmədi və bu dini bir vəzifə idi. Və gələcəkdə də insanlara çatdırmaq istədi ki, yəni yolu göstərdi də, yol nədir? Bunu çatdırmaq istədi.